Diaqnoz necə qoyulur? Bir ay ərzində təkrar bir dəfə, bir neçə dəfə panik atak olmalıdır insan. Bir də diaqnozun qoyulması nə ilə əlaqədardır? Hər birimiz qorxu halı, təşviş halı keçirdirik. Təbii olaraq əsirikdə, ürəyimiz döyünür də, ürək bulanmamız olur da, qarın ağrısına düşürük də, baş gicəllənməsi, hətta insanlarda olur ki, məsələn, panik atağa bu xas olan xüsusiyyətdir, özünə yadlaşma, ətraf mühitdə yadlaşma. Sizdə olurdu? Bu saydığım simptomlardan heç olmasa 4-ü olmalıdır və həmin bu simptomları keçirdiyin an sən nəyəsə bağlamalısan. Nəyəsə bağlayırsansa, infarkt oluram, insult oluram, ağlımı itirirəm, kontrol məndə deyil, mən nəsə eləyə bilərəm, ölərəm. Yəni sən nəyəsə bağlamalısan. Nəyəsə bağladınsa, bəli, onda diaqnozu qoyuruq ki, bağlamaq deyəndə bunlara bağlamalısan, bu düşüncələrə bağlamaq lazımdır.